Tam 8-9 aydır ki Danışır Turizm podkastından bir səs çıxmır. Çünki maraqlı mövzuları axtarmaq və eyni zamanda maraqlı spikerlərlə də əlaqəyə keçmək olduqca çətindir. Onların zamanı tapmaq da mümkün olmur demək olar. Amma 8-9 ay sonrasında Danışır Turizm podkastına çox maraqlı bir mövzu ilə geri dönüş edirik. Qeyd edeyim ki, bir çox otelçilərin təməl dərdi olan OTA-lər, spikerimiz bu haqda daha ətraflı danışacaq. Booking.com və eyni zamanda birbaşa olaraq öz saytları üzərindən satışlar və yaxud da ki, bəlkə bunu sosial şəbəkələr üzərindən edək. Bunlar haqqında danışacağıq. Çox maraqlı qonağım var. İstəyəcəm ki, qonağım özünü təqdim etsin. Anar Zamanov, xoş gəlmisiniz. Salam Həvva xanım, salam. Təşəkkürlər ki, bugün sizinlə görüşdük. Mənim üçün də maraqlıdır ki, mən də sizin podkastda baxırdım, Facebookda baxırdım. Keçən il onu görmüşdüm ki, ayrı-ayrı bizim otel biznesində çalışanlar, dostlarımız da gəlmişdi. İnanıram ki, bugün maraqlı bir görüşümüz olacaq. Anar bəy, gəlin söhbətə keçməzdən öncə sizi tanıyanlar yetəri qədər çoxdur, amma tanımayanlar üçün Anar Zamanov kimdir? Bu suala cavab verək. Maraqlı sualdır. Anar Zamanov kimdir? Mən belə deyim, Anar Zamanov 20 ildir otel turizm biznesində çalışan bir adamdır. İlk mənim işim olmuşdu. Mən oteldə bellboy işləyirdim. Sonra oteldə waiter, ofisant işləyirdim. Son 15 il içində mən belə deyək, dünyanın ən böyük onlayn satış kanallarında işləyən adam olmuşam və siz əvvəldə dediniz Booking.com olmuşdu, sonra Expedia olmuşdu. İndi ayrı şirkətdə, Expedia şirkətində biz çalışırıq ki, otellərin birbaşa satışı, direkt satışı atıraq. Məncə, mən fikirləşirəm ki, mən özümü bir onlayn satış ekspert kimi də deyə bilərəm. Çox əla. Mövzuya elə onlayn satış mövzularından gedək. Bir marketoloq kimi, bir otelçi marketoloqu kimi mənim uzun illər otellərlə olan mədəni qırğınlarımın kökündə o dayanırdı ki, bəs öz sosial şəbəkə və eyni zamanda da aktiv saytlarının istifadəsi. Aldığım cavablar belə olurdu. Booking.com bizə yetəri qədər gətirir də, ehtiyac yoxdur. Bizim öz qapı qonaqlarımız da bizə kifayət edir. Sualım belədir. Booking.com həqiqətən də deyilən qədər effektivdirmi otellər üçün, yoxsa bu bir bubble effektdirmi? Məncə, mənim fikrim budur və açıq danışanda mən hər zaman deyirəm ki, Booking.com olmalıdır. Booking.com-la hər otel çalışmalıdır. Booking.com dünyanın ən böyük platformasıdır. Booking.com-da otel açılırsa, Booking.com sizə trafik verir. Booking.com qonaq, siz, mən, qonaqlar, ayrı-ayrı turistlər bir ölkəyə gedəndə ilk Booking.com-a gedir. Oteli orada tapır. Sonra maraqlanır, ayrı bəlkə saytı var otelin, bəlkə saytda daha bugün qiymətlər var. Amma mənim fikrim odur ki, Booking.com-da otel olmalıdır və belə deyək, Booking.com mənim üçün alma materdir. Mən orada böyümüşəm, onlayn satışı görmüşəm, başlamışam. Fikrim belədir ki, hər otelçi çalışanda baxmalıdır ki, okey, mən Booking.com-da varam, mənim satışım orada var. Ondan sonra davam etməlidir. Bəs otellər ən çox bu istiqamətdən nəyi səhv edir? Yəni, misal üçün, bəzən belə bir şərhlər eşidirik ki, hətta Booking.com-da da varam, amma satışlarım deyilən qədər də çox deyil. Ya da Booking.com mənə satış gətirmir ümumiyyətlə. Belə deyək, bütün kanallarda çalışan otelçilər biznesi ayrı-ayrı qutuya qoymalıdır. Biznesi bir qutuya qoymaq olmaz. Yəni siz çalışırsınız ki, sizdə 20% bu qutudan gəlsin, 20% o birisi qutudan gəlsin. Mən şirkətləri deyirəm. Və siz baxırsınız ki, okey, mənim qonaqlarım, mənim gələn turistlər bu ölkədəndir. Asiya tərəfdən, Avropa tərəfdən, Amerika tərəfdən. Və otelçi axtarmalıdır ki, bu ölkələrdə hansı platforma ən populyardır. Misal üçün, Aziyada Agoda Strip'dir, Amerikada Expedia'dır, UK'da Expedia, Avropa, dünya Booking.com. Otelçi özü rezervasiya eləməlidir ki, başa düşsün hansı platforma ən çox biznes gətirə bilər. Böyük OTA-lərin özlərinin optimizasiya sirləri var. Və bu arada haşiyədən kənara çıxım ki, OTA, Online Travel Agencies, bu çox zaman otelçilərlə söhbət edəndə bildirirlər ki, bəs onlar özləri öz kefinə görə istədikləri otelləri önə çəkir. Biz əgər satış az ediriksə, arxa edir. Halbuki satışımızın stimullaşdırılması birbaşa onlardan asılıdır.
Həqiqətən də otelçilərin dediyi kimi OTA-lərin gizlətməyə çalışdığı nələrsə varmı? Yoxsa optimizasiyada otelçilər özü nə isə səhv edir? Hər şirkət, hər onlayn kanal, böyük platformalar, yəni Google olsun, Booking.com olsun, Expedia, onun algoritmi var. Bu doğru bir şeydir. Amma Booking.com'dur, Expedia'dır, hər böyük şirkət onlayn kanal istəyir ki, otelçi daha çox onunla çalışsın. Ona ekstra promotion yaradır. Deyir ki, siz Genius 1, Genius 2, Special Guest qoşulun ki, sizin satışınız artırılsın. Yəni algoritm belə gəlir, step by step deyək ki, qonaq seçir bu platformanı, qonaq üçün bu ən uyğun platformadır. Və platformada otelə də deyir ki, okey, biz sizə bunu eləyirik, biz sizin üçün marketinq eləyirik, bizim adımız Google'da ilk gəlir. Otelçi də fikirləşir ki, okey, mənə ekstra addım lazım deyil. Mən bu şirkətdən normal biznes qurdum və bununla davam edirəm. Elə bil ki, algoritm belə yaranır ki, hər şirkətin marağı odur ki, maksimal otel sizlə biznes qursun. Bəlkə də %100. Amma otelçi özü də fikirləşməlidir ki, mən necə eləyim ki, mən bir şirkətlə yox, 3-4 şirkətlə biznes alım. Hər şirkət istəyər ki, mən istəyərəm ki, Eva xanım mənim suyumu alsın. Getməsin ayrı şirkətin suyunu alsın. Amma Eva xanım özü də dada baxmalıdır. Bəlkə su təmiz deyil, bəlkə ayrı marketdə su daha yaxşıdır. Belə cür olmalıdır. Anar bəy, uzun müddət Booking.com, Expedia kimi OTA-lərdə çalışmısınız. Hal-hazırda isə Excel kimi otellərin öz saytını yaratmağa təşviq etdiyi bir sistemdə çalışırsınız. Düzdür. Bu işin hər iki tərəfini görən bir insan kimi otelçilər sizcə hansına üstünlük verməlidirlər? Ya da belə deyək də, həqiqətən də bu ən çox eşitdiyimiz şey odur ki, məsəl üçün mən sizin əvvəlki təqdimatda da olanda təşviq edirdiniz ki, hər otelin öz saytı olsun və direct bookinglərin sayını artırsınlar. Bəli. Direct booking satışının 20% və daha üzəri olması reallıqdırmı? Yoxsa bu bir utopiyadır ki, sadəcə şirkətlərin öz saytlarını yaratmaq üçün bir marketinq alətidir bu? Açığı deyim, bu heç utopiya deyil. Bizim praktikamızda belə bir situasiya var ki, ayrı-ayrı ölkələrdə, misal üçün Bulqaristan 43%, otellərin direkt satışı, birbaşa satışı 43%-dir. Ölkələr var ki, onların belə deyək, ölkə faizində baxanda 37-38%-dir. 20% normal bir standart leveldir. Ondan otelçilər eləyə bilərlər 20% və ondan da çox direkt satış ola bilir. Utopiya odur ki, biznesi bir qutuya qoyanda bu utopiyadır. Misal üçün siz yadınızdadır, pandemiya zamanı olanda ölkəyə turistlər az gəlirdi. Yəni yerli turistlər gedirdi Bakıdan rayona, inanıram ki, rayondan Bakıya gəlmirlər, amma mesaj ondandır ki, nədən ölkə bağlıdırsa, regionda olan otellər nədən turistləri, yerli turistləri Booking.com-dan alırdılar? Nədən owner, sahib, müdür, patron fərqi yoxdur, necə söz deyək, məcburdur ki, Booking.com-a komissiya ödəsin. Hansı ki, minimum 15-22% minimum arasında 15, dəyişir. minimum 18 ya da 20%-dir. Otelçilərin çoxu bunu başa düşdü pandemiya zamanı. Otelçi soruşdu satış menecerlərdən, satış müdiriyyətdən, niyə bizim ölkəmiz bağlıdır? Ayrı xarici ölkələrdən turistlər az gəlir. Niyə mən yenə də X platformaya $10,000 komissiya ödəyirəm? Mənim saytım var. Niyə mənim saytımdan qonaqlar, yerli qonaqlar gəlmir? Bundan sonra mən uşaqlıqdan 9 yaşından Rusiyada yaşayıram. Rusiyada olan otelçilər başladılar diqqət verməyə kəndi saytlarına, kəndi satışına ki, niyə pandemiya zamanı, post pandemiya zamanı siz yadınızdadır 6 ay, 10 ay ölkələr bağlı idi. Eynən. Amma internal yerli qonaqlar, misal üçün Rusiyada çox idi. Dəniz tərəfinə gedirlər, dağlara gedirlər, çaylara gedirlər. Hamısı başladı ki, baxaq görək otelin saytında daha bəlkə uyğun qiymətlər var. Otelçilər də əlbəttə özləri də investisiya eləyirlər ki, Google Ads-da promotion olsun, Yandex-də promotion olsun, reklam etmək üçün. Biz də çalışırdıq ki, otellərin də satışı artırılsın. Biz demirdik ki, siz Booking.com-u bağlayın, Expedia-nı bağlayın ya da ayrı kanalı bağlayın. Hayır. Biz deyirik ki, siz hər zaman hər yerdə satış olmalıdır. Amma ölkə bağlıdırsa,
Nədən siz ekstra komissiya ödəyirsiniz? Çox maraqlı bir faktı paylaşmaq istəyirəm sizlə. Bir çox otellərin marketinq konsultasiyalarını etmişəm və Okay. eyni zamanda da otellərlə çalışmışam, yəni işçi kimi. Hər zaman yaşadığım challenge-lardan biri bu olurdu ki, sayta gəlib çatanda istər sahibkarın, istər baş menecerin, istər pul kimdən çıxırsa onun, əli belə qalırdı ki, yox, sayta ehtiyac yoxdur. Əşki booking var da, bookingdən davam edirik. Halbuki izah eləyirsən ki, 15% sadəcə 6-cı ay o 15%-i oradan kəsib sayta invest eləsək, bu bizə daha çox geri dönüş gətirəcək və eyni zamanda da sayt üzərindən aktivlikləri artırsaq. Niyə bir çox otellər hələ də il olub 2025, hələ də bir çox otellər öz rəsmi saytlarına investisiya eləmir. Məsəl üçün, Qaloçka üçün bu rəsmi saytı var, amma içinə girib baxırsan ki, şəkil bilməm neçənci il əvvəl çəkilib. Ya da nə bilim, məlumat axırıncı dəfə updated olunub 5 il əvvəl. Pandemiyadan sonra update ediblər. Sonra deyiblər ki, okey də, pandemiya bitdi, davam eləyək bookinglə. Bu proseslərdə niyə biz öz məhsulumuza investisiya etməyə maraq göstərmirik? Mənim birinci fikrim odur ki, açıq deyirəm sizə. Bəlkə kimsə incəyər məndən, amma birinci mən demək istəyirəm ki, tənbəllik. Heç kim istəmir komfort zonundan çıxmağa ki, ekstra bir addım eləsin, ekstra bir action yaransın ki, bunu eləsəm nə olacaq? Azərbaycanda mən tez-tez Türkiyəyə gedirəm, mənim orada da komandam var. Otelçilər və otel patronları belə baxırlar ki, ekstra investment eləmək istəmirlər və fikirləşirlər ki, yox, kim gələcək sayta? Sayta vitrin kimi baxırlar. Eynən. Vizitka sayt deyirlər hətta. Vizitka sayt, vitrin sayt, şəkili qoydum, telefonu yüklədim, e-mail yüklədim, zəng vurar da mənə. Qardaş, sizə kim zəng vuracaq 25-ci ildə, 21-ci əsr gedir. Mən son dəfə bilmirəm nə zaman otelə zəng vurdum ki, mən orada online bron eləyim, reservation, online yox, telefonla bron eləyim. Yəni, belə baxanda birinci, mən dedim, tənbəllik, İkinci, profesional işçi və profesional otel işçiləri çox azdır. Belə situasiya gələndə mən deyirəm ki, okey, siz baxın, misal üçün dünyanın böyük zincir otellərə. Mənim alma mater otel olan Park Hyatt Moskvada mən başladım çalışmağa. Hyatt olsun, Marriott olsun, Hilton, Fairmont fərqi yoxdur. Bu otellər hər zaman diqqət verirlər ki, otelin saytında ən gözəl, ən uyğun qiymət, fiyat olsun. Member loyallıq qiyməti ola bilər, special promo ola bilər, amma saytda bu ən gözəl qiymət olmalıdır. Bizimki otellər, non-branded otellər, yox, nə lazımdır? Booking verir də mənə qonaq. Yəni, bu öz pulunu saymır. Siz deyən kimi %15, %20 bir ayda ödəyir, misal üçün $1,000, o bir sayda $5,000. Kalkulasiya etsək, il içində bəlkə 15-20 otaqlıq otel $30,000 kiməsə komissiya ödəyir. Və bundan siz deyən kimi 10%, 15%, 30,000-dən kəndi saytından investisiya eləsəmi, sonra görər ki, okey, mən buna investisiya elədim və bu mənim saytımın brand awareness-i artırıldı və satış da gəldi. Çünki sayt satış kanalıdır. Korporativ görüşlərdən birində non-branded otellərlə görüşürdük, qeyri-rəsmi, yəni kokteyl masası ətrafında. Və orada mənə prosta maraqlı oldu. Bir otellərdən birindən soruşdum ki, bəs sizdə neçə faiz marja ilə işləyirsiniz? Və mənə qəribə gələn nüans oldu ki, idarəçi rəhbər bu faizi səsləndirə bilmədi. Yəni mənim balaca kafem var. Mən belə orada marjamı bilirəm ki, hansı məhsullar üzərindən orta marjam nədir? Belə bir iri idarəetmədə olan otellərin, 70-80 otaqlıq otelin, hansın ki restoranı var, spası var və s. marjasını bilməməsi və yaxud da ki, bir otağın maya dəyərini hələ də hesablaya bilməməsi mənim üçün çox ciddi bir şok idi. Və bununla paraleldə həm də gileylənməsi ki, satışlarımız yoxdur. Mənə belə deyək, bir növ qəribə bir insight verdi ki, okey, yəni bunu bilməyəndən sonra
satışı ölçməsi də artıq bir sual doğurur. Çox maraqlı bir statistika ilə qarşılaşdım. İcazənizlə bunu sizlə paylaşmaq istəyirəm. Deməli, 2024-cü ilin statistikasına əsasən turistlərin səyahət planlaması üçün istifadə elədiyi kanalların ardıcıllığı belədir. 74% Google-dan axtarış edir, 55% YouTube, 51% Instagram, OTA-lər Booking-dir, Expedia-dır, Airbnb-dir 48%-dir. TikTok 37%-dir. Yəni 37% çox ciddi rəqəmdir əslində. Facebook qrupları və səhifələr 28%, bloqlar və səyahət saytları 25% və çox az faizlə də Pinterest-dir. Okay. Və belə olanda, belə bir özümün də maraqlı mənə olan belə deyək də nüans var ki, biz satışları inkişaf etdirmək üçün niyə hələ də öz şəxsi səhifələrimizə investisiyanı və şəxsi brendinqi artırmağa maraqlı olmuruq. Bunun üçün çox gözəl bir nümunə verəcəm. Emin Ağalarov кейsi. Okay. Yəni adam şəxsi brendinq üzərindən Sibrizə aid olan bütün produktları çox smart bir şəkildə təqdimatını edir. Artıq son 7-8 aydır. Amma biz hələ də deyirik ki, Instagramda şəkil paylaş ya da nə bilim 2-3 dənə videonu birləşdir paylaş. Yəni content yoxdur, personal touch yoxdur. Biz otelçi olaraq deyirik ki, qonağa, müştəriyə personal touch çox önəmli məsələdir. Yəni toxunuş, hiss eləsin, ruhunu duysun, o vibe alsın ki, okey, mən bu otelə gələndə belə dincələcəm. Amma biz bunu sadəcə görüşlərdə, forumlarda, nə bilim, hansısa iclaslarda sadəcə deyirik. Əməldə bu yoxdur. O zaman belə bir sual verəcəm ki, misal üçün siz Excel-də işləyirsiniz. Excel kimi texnoloji şirkətlər bu kimi problemləri ümumiyyətlə necə həll edir və kiçik otellərdə öz texnologiyasını qurmaqda hansı dəstəklər göstərə bilərlər? Birinci, sizdən sosial kanallar, dediniz TikTok oldu, YouTube oldu, Facebook oldu, Instagram. Otelçi bu kanallara satış kanalı kimi də baxa bilir. Amma baxmırlar. Otelçilər investisiya eləyirlər. Kimsə aylıq büdcəsi var, kimsə illik büdcəsi var. Kimsə $1000 ödəyir, $500 ödəyir. Hər zaman otelçi və otel müdiriyyəti fikirləşməlidir. Mən nə qədər investisiya elədim bu kanala və nə qədər oradan aldım. ROI, Return of Investment, nə qədər mən xərclədim, nə qədər qazandım. Bu birinci. Mesaj ondandır ki, hər social kanal da satış yarada bilir və siz dediniz ki, qonaq axtaranda birinci gedir Google-a. Çünki Google dünyanın ən böyük search şirkətidir və istəyirsiniz, bir ölkəyə, bir şəhərə gedəndə qonaqlar maraqlanır. Küçük otellər üçün situasiyası biraz belə deyək maraqlıdır, çünki investisiya çox böyük ola bilmir. Oda sayısı azdır və əlbəttə biz bilirik ki, okey, onlar küçük butik otel, onların qiyməti belə deyək yüksəkdir və onlar normal qazana da bilirlər. Amma misal üçün 15, 11, 10 otaqlı otel kimin qiyməti çox bahalı deyilsə, onlar fikirləşirlər ki, mən nə qədər vaxtımı investisiya eləyim və nə qədər pul investisiya eləyim ki, qısa zamanda mən return investment qazanım. Və küçük otellərdə risk çoxdur. Küçük otellər, belə deyək, kimsə böyük otellər siz bilirsiniz, qrup götürə bilir, korporativ şirkətlərlə çalışır, OT-lərlə çalışır. Amma küçük otel 3 dənə otaq bura satdı, 5 dənə otaq bura satdı, ikisini, bilmirəm, bir şirkətə verdi, всё. Və biz çalışırıq ki, saytı quranda avtomatizasiya bərabər olsun ki, manual iş azalsın və işçilər də vaxtını, siz dediniz, emosiya, qonağın emosiyası, qonağın motivasiyası niyə bu oteli seçməlidir? Niyə gəlməlidir sizin otelə, misal üçün, ya da mənim otelimə, ya da bizim otelçilərə gəlməlidir? Siz saytı quranda otelin unikal bir, bilmirəm, otağı olmalıdır, unikal restoranı. Əlbəttə, unikal mən demək istəmirəm ki, qızılla bir şey, bar olsun ya da qızılla otaqda lüstr olsun. Yox. Amma unikal Azərbaycan xalçası, welcome drink, çay, Azərbaycan çay olsun. Belə bir şey ki, qonaq görsün ki, şəkildə ya da qısa videoda saytda ki, wow,
mən istəyirəm bu otelə gəlim. Çünki burada yerli tradisiyalar var, yerli yeməklər var, yerli məhbət verirlər. Çünki ilk mən, siz hamımız şəkili görəndə emosiya kimi görürük. Content belə baxanda çox vacib bir şeydir. O zaman fikirləşirəm ki, otelçilər prosta ətrafa baxmalıdır və soruşmalıdır. Amma bilirsiniz, mənim üçün çox maraqlıdır ki, bizim otelçilər soruşmurlar. Razıyam. Siz bunu danışanda bu məhz yerli adət-ənənə ilə bağlı məni çox təəccübləndirən bir təcrübəni paylaşmaq istəyirəm. İordaniyada Petraya yaxın bir ərazidə bunqaloda biz otaq tutmuşduq və səhrada gecələyəcəkdik. Və 3-4 ulduz standartına yaxın bir otel idi. Yəni çox da yüksək değildi. Amma məni təəccübləndirən məqam nə idi? Receptionda biz qeydiyyatda gözlədiyimiz zaman bizə İordaniyaya xas bədəvin mədəniyyətinə uyğun karak çayı gətirdilər və qeydiyyatın necə keçdiyini biz heç hiss eləmədik. Niyə? Çünki ofisiant karak çayı gətirdiyi zaman bizə onun necə içməli olduğumuzu dedi. Yəni bir otelçi kimi mən çox gözəl başa düşürdüm ki, mənim başımı qatmağa çalışır ki, qeydiyyatı hiss eləməyim. Amma məsəl üçün yanımdakı dostlarım onu hiss eləmədi. Çünki onlar otelçi değildi. Biz oradan böyük bir emosiyalarla ayrılmışdıq. Niyə? Birincisi çox fərqli təcrübə idi. Karak çayı hər kəsin ağız dadına uyğun olmayan bir çay növüdür. Zəncəfil çoxdur tərkibində. İkincisi, mən qeydiyyatda sadəcə gözləyə bilərdim. Zaten belə deyək də tez getmişəm. Bu mənim səhvimdir. 2-dən sonra otel qəbul edir. Bunu bütün dünya standartıdır bu. Amma ona baxmayaraq mənim səhvim olduğu halda belə, yəni mən sadəcə gözləyə bilərəm qeydiyyatda. Amma onlar məni bir yerli təcrübə ilə təəccübləndirməyə çalışdılar. Yəni bu balaca bir oteldə yaşadığımız, yəni məsəl üçün nəyə görə bunu balaca otel olduğunu xüsusi vurğulamaq istəyirəm? Bəzən biz otelçilərlə danışdığımız zaman belə bir absurd iradlarla qarşılaşıram ki, bəs bunu eləmək böyük otel üçün çox rahatdır, bizim üçün çətindir. Yəni burada artıq məsələ hər bir fərdin şəxsi təşəbbüsündən irəli gəlir. Elə kakras fərqli ölkələrə toxunmuşkən mənə çox maraqlıdır ki, siz bir çox bazarlarla işləyirsiniz. Bəli. Bu bazarlar içərisində ən sürətlə böyüyən bazarlar hansılardır və bir digər sualımı da əlavə edəsi olsam, daha çox bu adaptasiyaları tez keçən bazarlar hansılardır? Son 5 il bizim keçmiş Sovet ölkələrində mən deyim çox intensiv və belə deyək qabağa gedən ölkənin birisi Özbəkistandır. Bilirsiniz, mən Özbəkistana baxanda və bizim Azərbaycana baxanda elə bil ki, orada otelçilər daha çox istəyirlər öyrənməyə. Bizim tədbirlərimiz olur, görüşlərimiz olur. Otelçilər soruşur, gəlir, özləri maraqlanır. Misal üçün, mən Azərbaycanda ayrı-ayrı otellər var ki, siz bilirsiniz, bizim burada işlərimiz də var. Onlar da görüşlərə gedir, mən də görüşlərə gedirəm. Vaxt olur ki, mən zəng vururam ki, mən istəyirəm gəlim sizin otelinizə, ayrı ölkədən gəlirəm, istəyirəm sizinlə görüşək müdiriyyətlə. Məni hələ görməyiblər. Mənə telefonla deyirlər ki, ehtiyac yoxdur. Özbəkistanda mən qonaq kimi də olmuşam və işlə barədə də getmişəm. Özbəkistanda heç zaman mənə heç kim deməmişdi ki, telefonla ya da emaillə ehtiyac yoxdur. Bu ilk. Yəni mənim üçün belə deyək, professional tərəfdən və qonaq kimi tərəfdən mən başa düşürəm ki, telefona hələ siz məni görməmisiniz. Siz heç bilmirsiniz mən sizə nə göstərə bilərəm. Necə sizin biznes artıra bilərik. Ekspert kimi mən demirəm, mən bəlkə prosta sizə fikir paylaşacağam. Bəlkə mən istəyirəm sizlə tanış olum, bir çay içim. Belə bir situasiya yaranmışdı. Bizdə marketoloqlar bunu çox yaxşı başa düşər. Adətən sahibkarlarla marketoloqlar arasında bir konsultasiya görüşləri olanda belə bir ifadə işlədirlər ki, bizim reklama ehtiyacımız yoxdur. Bəli, və məncə Özbəkistan, mən deyə bilərəm, Gürcüstan, sonra ayrı ölkələrdə biz çalışan Malayziya çox maraqlı otelçilərdir. Bizim iş yoldaşlarımız orada tez-tez gedib gəlirlər işlə barədə. İndoneziya. 3-2 həftə əvvəl mən iş yoldaşımla ofisdə otururduq, danışırdıq.
Mən ayrı-ayrı situasiyalarda paylaşıram ki, kimsə cavab vermir e-maila, kimsə telefonla deyir ki, ehtiyac yoxdur. O da maraqlı bir situasiyanı paylaşdı məndən. Malayziyanın paytaxtı Kuala Lumpur, orada görüşlərə gedirdi, yerli işçi ilə. Gedir, küçə ilə görür nəsə bir oteldir. Dedi ki, bəlkə bura girək, soruşaq, necə işləyirlər, kimlə işləyirlər, maraqlı ola bilər. Okey, girdilər. Reception dedi ki, problem yoxdur, mən indi müdiriyyəti çağırım, bəlkə maraqlı ola bilər. 1 saat yarım görüş onlarda oldu. Dedi ki, bəli, mən istəyirəm olsun, başlayaq Excel ilə çalışmağa. Mən bunu eşidəndən sonra mənim yadıma gəldi, mən Türkiyədə keçən il bir görüşüm oldu. Mənim iş yoldaşım Fatima xanım Antalya'da çalışır. Fatima görüşlər eləyirdi. Mən gəldim Antalya'ya. Bir-iki görüşümüz oldu. Gedirik yeni bir görüşə. Gəlirik. Deyirik ki, salam, bizim X bəylə görüşümüz var. Dedi ki, siz kimsiniz? Bu şirkətdən ben Fatima xanımam. Keçən hafta aramışdım. E-mail göndərmişdim. Bugün görüşməliyik. Biz belə bir e-mail almamışıq. Okey. Mən deyirəm, sizin adınız nədir? İsminiz nədir? Adını dedi. Deyirəm ki, okey, müdürünüz nerede? Burada mı? Hayır, burada yok. Sonra Fatima paylaşdı ki, müdürün, patronun adı Vladimir'di. Ben fikirləşdim ki, köhnə bir, bəlkə Sovet ölkələrinin bir vətəndaşıdır. Yenə də dedim ki, Vladimir Bey'i çağıra bilərsinizmi? Belə baxdı mənə, dedi ki, nereden adını bilirsiniz? Dedim ki, çok pardon, geçen hafta bizim arkadaşımız aramıştı. Vladimir Bey'ine e-mail gönderdi ki biz geleceğiz. Okey, yani bekleyin. 30 dəqiqə biz gözlədik. Sonra mən dedim ki biz gelmişik görüşə. Siz mənim vaxtımı itirirsiniz. Siz onu çağırırsınız ya da mən özüm yenə də onun mobil nömrəsini tapacağım və çağıracağım. Birdən bu Vladimir gəlir, gülür, baxır. Dedi ki, "Вы такой настырный." Dedim, "Əlbəttə настырный. Mən istəyirəm ki, sizlə görüşəm, sizə göstərəm. Sizin işçilər də heç demir ki, siz buradasınız." Dedi ki, "Mən buradaydım, mənim üçün də maraqlı ki, niyə mənə demirlər?" Mentalna elə bir ki, qorxurlar ki, müdürə bir şey demək ki, kimsə gəlib yanına. Bu belə deyək, bizim ölkələrdə düzgün məni anlayın, siz də məni düzgün anlayın ki, Türk ölkələrimizdə belə bir olur ki, resepsiyonist, işçi qorxur ki, zəng eləsin müdirə, patrona ki, sizin yanınıza kimsə gəldi. Belə bir şey niyə yarana bilir? Çox maraqlı bir. Niyə Malayziyada resepsiyon işçisi deyir ki, buyurun, mən indi çağırım gəlsin. Türkiyədə mən 30 dəqiqə qapını döyməliyəm ki, patron gəlsin görüşə. Sizcə bunun belə deyək də ödənilən əmək haqqı ilə bu və ya digər şəkildə əlaqəsi ola bilərmi? Sadəcə Malayziyada qiymətləri, əmək haqqı dərəcəsini bilmədiyim üçün ümumiyyətlə açıq sual verirəm. Da Malayziyada belə deyək, qiymətlər standart normal qiymətlərdir. Çox belə bir baxanda super fərqi yoxdur. Onda belə çıxar ki, bizim kimi ölkələrdə biz hələ də xidmət anlayışını tam mənimsəməmişik. Mənim bir sözüm var, biz qonaqpərvərik, amma biz xidmət etməyi sevmirik. Qonaqpərvər olmaq tamam başqa bir şeydir. Bəli, biz qapımıza gələndə su verərik, çay verərik, amma bir gün. İkinci gün deyərik ki, bəlkə artıq gedəsən. Amma biz xidmət etməyi sevmirik və mən bunu çox genetika ilə əlaqələndirirəm. Çünki genetik kodlarımızda biz tacirik. Tacir xidmət etmir, satış edir. Və fikir versəniz, hamımız nəyisə satmağa çalışırıq. Bir tərəfdən razıyam, o birisi tərəfdən razı deyiləm. Çünki mən əvvəldə paylaşdım sizə ki, mən ofisiant kimi çalışmışdım, bellboy kimi çalışmışdım və ofisiant kimi çalışanda mənə çox maraqlı idi. Qonaqla danışmaq üçün, hansı ölkədən gəldi, işlə barədə gəldi, ya da turist kimi gəldi. Siz deyən kimi biz xidmət verəndə işçi prosta bunu qəbul etməli ki, mən bugün işdəyəm. Mən xidmət verirəm ki, bu qonaq servisi xidməti görsün ki, sabah getsin kəndi evinə, ölkəsinə və paylaşsın kimlənsə ki, fərqi yoxdur. London olsun, Moskva, Paris, Washington paylaşsın ki, bu ölkədə super xidmət var, super yeməklər var
və gedəndə o kafeyə, o restorana ya da bu otelə gedin. Və bizim müdiriyyət, bizim kimi ölkələrdə müdiriyyət çalışmalıdır ki, onların ikisi belə fikirlə işləsin. Baxın, biz bayaqdan 3 mövzu ətrafında gedirik. Texnologiya, marketinq və personal. Evet. Sizcə bir otel üçün, bir otel rəhbərliyi üçün bu üçündən ən təməlində hansına investisiya etməlidir? Daha effektiv prosesləri təmin edə bilsin. Birinci personal, sonra texnologiya. Birinci personal, sonra Əlbəttə. texnologiya. O zaman belə bir sual verim sizə. 30 otaqlı butik otelmi, 100 otaqlı resortmu? Hansında rəqəmsal tətbiq və rəqəmsal strategiya daha kritikdir? Baxır hansı ölkədə siz dediniz resort. Resort yəni ola bilər ki, dəniz ətrafında olan resort və resort ola bilər ki, ski resort, dağlarda olan qış vaxtı olan resort. Məncə küçük otellərin, balaca otellərin riski daha çoxdur. Çünki belə deyək, resort indi Azərbaycanda baxırsaqsa, ölkədə olan resort dəniz resortu olsa, bu da kritik olar. Çünki Xəzər dənizimiz 3 ay maksimum biznes gələ bilər. Yəni ayrı ölkələrdən yerli turistlər dənizə maksimum iyunda başlar getməyə və avqustun sonuna qədər, bəlkə sentyabrın sonuna qədər. Mən belə düşünürəm. Azərbaycan ölkəsindən danışırıqsa. Amma vəbşə danışanda butik və balaca otellərin riski daha çoxdur. Sizdə oteldə 10 dənə standart otaq var. Orada overbooking yarandı. 12-ci, 11-ci standart otaq kimsə bron etdi. Siz onlara upgrade eləyirsiniz superior otağa və salam, problem qurtarır. Amma küçük oteldə sayı azdır. Bir qrup iptal olunsa, misal üçün 30 otaqdan 10 otaqlıq bir qrup gəlməlidir. Nəsə olundu. Allah eləməsin bir şey olundu, qrup gələ bilmir. Avtomatik bir gün içində otelin %30-u boş qalır. Məncə bir tərəfdən baxanda hamı deyir ki, yox, onun 100 otağı var. Orada böyük problem yoxdur. 100 otaqlıq da otel problemi odur ki, onun işığı var, suyu var, kommunal xidmətləri var, nə qədər işçiləri var. Onun xərcləri çoxdur, amma flexibility böyük otellərdə məncə daha çoxdur və onlar belə otellərdə yəni riski azdır. Otellərin Google üzərinə satışlarını artırmaq üçün təcrübənizdə istifadə etdiyiniz ən effektiv üsul nədir? Ya da maraqlı bir case paylaşa bilərsinizmi ki, məsəl üçün filan otel belə idi, bunları istifadə edərək bu formaya keçə bildilər? Biz Azərbaycanda başlayanda otellərin birbaşa satışına danışmağa görüşlərdə heç kim prinsipə inanmırdı ki, saytdan satış ola bilir. Siz çalışmışdınız Winter Park oteldə. İndi onun brend adı var. Azər bəylə biz ilk zaman görüşəndə mənə baxırdılar, deyirlər ki, bu nə danışır? Kim gələcək bizim saytımızdan? Mən Azərə o saytı hazırladana qədər Winter Parkda əməli başlı savaşlar vermiş. Situasiya belədir ki, Google dünyanın ən böyük, super böyük bir şirkətidir. Kim istəyirsə, əlbəttə ora ekstra büdcə varsa, ekstra pul da qoya bilirlər, reklam promotion eləyə bilirlər. Amma öncəliklə lazımdır ki, normal, standart sayt olsun. Saytda problem olmasın, secure olsun, sonra şəkilləri gözəl olsun, bütün xidmətlər yazılsın, otaq tipləri. Sonra siz görürsünüz ki, okey, bunu elədim, bu qədərə mən indi qazanıram, istəyirəm ki, daha çox qazanım. Ondan sonra marketing varsa, marketinglə bərabər bunu fikirləşmək lazımdır. Bizlə fikrinizi paylaşa bilərsiniz. Ayrı kanallarla baxırsınız ki, okey, bu kanal bu ölkələrdə daha güclü satış eləyir. Bəlkə mən istəyirəm o bir ölkədən qonağım gəlsin. Yəni, Google-un da funksiyası çoxdur. Basic momentlərdə otelçi pulu qoyur, amma baxmalıdır ki, bu pulu qoyanda mən əvvəldə dedim, investisiya nə qədər vaxt keçirməlidir ki, mən bir aydan sonra qazanacağım, 2 aydan sonra ya da vəbşə qazanacağım, prosta investisiya eləyirəm ki, baxım görüm nə olacaq.
Amma Google-da mənim yaxın bir otel dostum var, dedi ki, Google-da pulu da çox yandırmaq ola bilər. Yəni çox diqqətlə Google-la çalışmaq lazımdır ki, belə bir situasiya yaranmasın ki, siz pulu qoydunuz, heç bir investisiya gələ bilmədi oradan. Bir müddət əvvəl belə bir özüm üçün hesabat eləyirdim, sorğu eləyirdim. Elə Danışır Turizm podkastına hazırlaşırdım. Onun üçün 3 şəhərdə, Bakı, İstanbul və Barselonada kiçik otellər seçmişdim. Hər şəhərdən 10 otel və hər birinə belə bir sorğu göndərmişdim. Booking.com-da qiymətləriniz bu formada görünür. Mən bu tarixlərdə gəlmək istəyirəm. Bəs siz Booking-dan daha aşağı verərsiniz, mən sizdən birbaşa rezervasiya eləyim. Çox üzücü hal odur ki, hər şəhərdə 10 otel olmaqla 30 oteldən sadəcə 2 otel bunu təsdiq elədi. Qalan 28 otel bildirdi ki, xeyr, təəssüf ki, bu rəqəmi biz verə bilmərik. Booking.com üzərindən rezervasiyanızı edin. Məndə düzdür, məndə Booking.com Genius Level 3 idi. Bəlkə bu da təsir edir, bilmirəm. Yəni ciddi endirimlər verir Booking elə olanda. Amma məsəl üçün biz deyirik ki, mən də bilirəm, siz də bilirsiniz və bütün otelçilər də bilir ki, Booking-ə hardan baxsanız ən minimumda 15% komissiya veririk. Yəni direkt müştəriyəm mən. Direkt sorğu edirəm və o anda biz deyirik bizimkilər. Amma məsəl üçün mənim təcrübəmdə hətta ispanlar belə direct Booking-a maraq göstərmədi. Yəni düşünürəm ki, 10 fərqli kateqoriyada şəhər oteli statistika üçün bəs edir ki, bu sözü deyə bilim. Ki buna maraq göstərmədilər. Onlar müştərini, qonağı Booking-ə ötürməyi daha uyğun hesab etdilər. Yəni sizcə burada hansı faktorlar rol oynaya bilər məhz şəhər otelləri istiqamətində? Bu nə zaman olmuşdu? Keçən ilin deyim sizə noyabr ayı ərəfəsində. Çox maraqlıdır, çünki əvvəl siz deyən platformada, yəni Avropa ölkələrində anti-monopoly belə bir görüş oldu və sonra Booking.com kontraktı dəyişdi və orada parity söhbəti heç bir olmur. İndi otelçi saytında və offline-da necə qiymətə istəyir, o qiymətə satışa edə bilir. Standart reception-la email yazırdınız və reception-da işləyən işçilər onların marağı yoxdur ki, İngilis dilində bir söz var, thinking out of the box. Yəni onun üçün fərqi yoxdur. Siz Booking-ə gələsiniz ya da birbaşa gələsiniz. Onun marağı yoxdur, motivasiyası yoxdur. Bu müdiriyyətin diqqətinə gəlməlidir ki, mən necə çalışım ki, mənim işçim qonaq mənə yazıbsa, qonaq mənə gəlibsə, mən onu maksimum saxlamalıyam mənim yanımda. Amma mən də belə bir situasiya yaşamışam. Türkiyədə bir zincir otellər var, adını demək istəmirəm. Mən oraya 3-cü dəfə getmişdim. Mən onlara keçən il ailə ilə gedəndə mən də yazdım ki, mən sizin otelə gəlirəm, sizdə yaşamışdım. Booking.com-da mənim reservationum var. Bəlkə siz mənə daha gözəl qiymət verə bilərsiniz. Dedilər, yox. Mən soruşdum ki, bəs niyə Booking.com-da qiymət ucuzdur, saytınızda bahadır? Maraqlı cavab mənə dedilər ki, siz gedin tur operatorla rezerv edin. Dedim ki, xanım, mən istəmirəm tur operatorla. Mən sizin birbaşa qonağıyam, siz mənə tur operator göndərirsiniz. Belə bir situasiya olanda mən anar zamanın fikri budur ki, bunların müdiriyyəti motivasiya eləmir ki, qonaq sənə direkt mesaj yazıbsa, sən denən ki, Anar bəy, əlbəttə sizin üçün ekstra 10%, 5% endirim verəcəyik, siz orada iptal eləyin, birbaşa gəlin otelə. Bu birbaşa satışlarla bağlı çox maraqlı bir hadisə yaşadım keçən il və mənim üçün bu böyük bir ilk idi.
bunu danışım, daha sonrasında son sualımı verəcəm və podkastımızı yekunlaşdıraq. Deməli, biz keçən il yoldaşımla kruiz təcrübəsi yaşadıq. Kruiz səyahət elədik Aralıq dənizi sahillərində və 8 günlük səyahətin sonunda, yəni tur o qədər fərqli təcrübələrlə dolu idi ki, yəni belə götürəndə kruiz özü belə üzən oteldir və içində bütün xidmətləri olan və s. və mən həyatımda ilk dəfə idi ki, saysız otellərdə və saysız şəhərlərdə, fərqli kateqoriyalardan otellərdə xidmətlər görmüşəm. Amma həyatımda ilk dəfə idi ki, mən belə bir sistemlə qarşılaşırdım. Bəlkə hansısa otelçi dostlarımıza bu bir ilham qaynağı olar. Bizim otel kartlarımız, otaq kartlarımız bu bütün otellərdə də zaten var. Otaq kartları həm də kredit kartı kimi rol oynayır kruizlərdə və o kartı nə qədər çox istifadə edirsənsə, yəni məsəl üçün bardan istifadə edirsən, girirsən kazinodan istifadə edirsən, gedirsən hansısa xidmət istifadə edirsən və orada bonus sistemi var. Məsəl üçün 1000 xalı keçdinsə, deyək ki, sənə free kofe verir. Ödənişsiz kofe verir ki, bəs sənin applicationına bu notification gəlir ki, bildiriş gəlir ki, bəs xidmətlərimizdən istifadə etdiyiniz üçün pulsuz kofe qazandınız. Kofenin dəyəri 5 evrodur. 8-9 manat. Amma bu pulsuzdur deyə və belə deyək də, bu ekstra servisdir deyə, bu səni xoşbəxt edir. 1000-3000 xal arası keçirsənsə, deyək ki, sənə bonus verir ki, tutaq ki, növbəti səfərlərində 10% endirim qazandın. Məsəl üçün, biz kruiz daxilində daha çox xərcləmələr elədiyimizə görə, məsəl üçün, 2025 ili ərzindəki bütün bu seriyadakı kruizdən bütün rezervasiyalarımızda 20% net endirim qazanmışıq və sənə orada promokodu ilə birlikdə verir. Və bu mənim üçün yaşadığım çox fərqli direct booking təcrübəsi idi. Çünki nəyə görə? Orada hər kəsin məlumatı var idi. Sən qonaq olaraq kimsən? Yəni çünki qarşılamada, nə bilim, mənim üçün çox fərqli experience idi. Çox fərqli təcrübə idi. Nəyə görə? Çünki ilk dəfə idi ki, görürdüm ki, otel daxilində, yəni loru dillə desək, otel daxilində istifadə elədiyim xidmətə görə mənə çox böyük təşəkkür edirlər. Halbuki qonaq olaraq mənim başqa seçimim yoxdur. Çünki gəmidəyik biz və quruya düşə bilmirsən. Yəni mən bunu düşünürəm ki, Azərbaycanda bu kruiz olsaydı, deyirdi ki, hələ minnət olsun ki, burada bunu satıram. Biz buna deyirik loyallıq proqramları. Siz bilirsiniz, otellərdə ingilis sözündə deyirlər ki, must have belə bir variantdır ki, olmalıdır 100%. Hamı bilir ki, misal üçün Hilton, Hyatt, Marriott, Four Seasons fərqi yoxdur. Bütün Accor otellərdə loyallıq proqramı var. Hər zincir otelin. Biz deyirik ki, non-branded otellərə, küçük otellərə. Biz də bunu yaradırıq sizin üçün. Pulsuz. Siz qonağa göstərməlisiniz ki, niyə bu oteli seçməlidir saytda? Okey, orada 2-3 faktor olur. Qiymət faktoru, content faktoru, informasiya xidmətlər. Loyallıq varsa, qonaq görür ki, okey, mən bu oteldə, misal üçün mən gəlirəm bu şəhərə işlə barədə ildə 5 dəfə. Sistem deyir ki, siz 10 gecə yaşayırsınızsa, biz sizə ekstra diskount veririk, ekstra indirim veririk. Ya da 10 gecə yaşayırsınızsa, biz sizə bir dənə gecə pulsuz veririk. Mən də fikirləşirəm ki, mən bu şəhərə gəlirimsə 5 dəfə, 5 dəfə 3 gecə vuranda 15 gecə olur. Lakin minimum mən 10 gecə yaşayıram burada, mən sonra ailə ilə, yoldaşımla gələ bilərəm. Bu otelə mən bunu çox xoşuma gəlir, yoldaşıma şəkildə göndərirəm. Bu da məndən gəlsin, pulsuz burada mən yaşayım. Otelçi fikirləşməlidir ki, necə loyallıq proqramı qursun ki, qonaq da seçsin saytı. Qonaq görsün ki, okey, burada ən uyğun fiyatdır, burada loyallıq proqramı var və bu otel istəyir ki, mən bura gəlim. Amma otel deyirsə ki, yox, eyni qiymətdir ya da situasiya belə olur ki, saytda daha bahalı qiymət verirlər. Kim bunu seçəcək? Otelçilərlə görüşəndə, face-to-face görüşdə, üzbəüz görüşdə, tədbirlərdə deyirəm ki, siz hər zaman özünüzü qonağın yerinə qoyun. Mən dediyim kimi, mən Booking.com-da alma mater mən dedim. Orada çalışanda bizə dedilər, put yourself to client shoes.
Özünüzü qonağın yerinə qoyun və fikirləşin, qonaq belə bir olunsa hansı variantı seçəcək, hansı opsiyonu seçəcək. Amma bizim otelçilər üzr istəyin deyirlər ki, mən bura o qədər investisiya eləmişəm, mərməri buradan gətirmişəm, pardon, xalçanı buradan gətirmişəm. Nobody cares. Mənə nə? Mən sizə deməmişdim ki, siz mərməri gətirin, xalçanı gətirin. Mən səhər-səhər görüşə gedirəm, axşam gəlirəm. Mənə lazımdır ki, standart təmiz otaq olsun, səhər yeməyi gözəl olsun və gecə yatanda heç kim orada disco dance yaramasın və salam. Situasiya belədir ki, otelçi fikirləşməlidir. Niyə? Mən qonaq kimi saytda ekstra bir şey görməliyəm ki, mən bunu 100% seçim. Amma bizim otelçilər bunu fikirləşmirlər. Anar bəy, son olaraq təcrübənizlə bağlı maraqlı və yaxud da gülməli bir təcrübənizi istəyəcəm sizdən. İstər Excel, istər Expedia, istər Booking.com zamanından olan yaşadığınız qəribə, maraqlı, gülməli hər hansı bir təcrübənizi bizlə paylaşmanızı istəyirəm. Bununla da podkastımızı yekunlaşdıraq. 2011-ci il idi ya da 2012-ci il idi, evet. Mən getmişdim iş yoldaşımla Odessa şəhərə. O vaxtı mən orada ofis açırdım və yaşayırdım Ukraynada. Getdim Odessaya. Orada da siz bilirsiniz, sezonality böyük bir Bakı kimi, Bakı dəniz otelləri kimi belə bir çox biznesə high season olan zamanı, yəni başlayır maydan sentyabra qədər. Naçet otelçi ilə görüşürük. Otelçi dedi ki, belə-belə işlər, biz sizin otelin satışını eləyəcəyik. Hələ sayt söhbəti yox. Booking-lə barədə o vaxtı belə deyək, sayt vəbşə yox idi otellərdə. Deyir ki, okey, maraqlıdır. Deyir, nə istəyirsiniz məndən? Biz deyirik ki, bizdə standart komissiyadır. Deyir, nə qədər? Deyir, biz də deyirik 15%. Mənə belə baxdı. Sən nə danışırsan? 15%-a mən sizi öldürərəm, özümü də öldürərəm, heç bir satış da eləmirəm. Bundan sonra biz çox güldük, ondan yenə də danışdıq. Bugünə qədər də mən görürəm ki, bu bir gülməli şey oldu o zaman. Amma bugünə qədər də mən otelçilər hər zaman baxırlar nə qədər xəşləyirlər. Amma heç zaman ayrı ölkələrdə, bizdə Azərbaycanda psixoloji fikirləşmir ki, nə zaman nə qədər qazana bilirlər. Mənim son mesajım, yəni fikrim odur ki, siz su içəndə deyirsiniz ki, bu yarısı boşdur. Siz demirsiniz ki, yarısı doludur. Biznesə baxanda, otelə baxanda siz fikirləşin ki, mən bura bu qədər investisiya eləyəcəm və bu daha dolu olacaq. Çox sağ olun, çox təşəkkür edirəm. Belə əziz otelçi dostlar, Anar bəyin sözünə əlavə olaraq da belə bir şey xatırladım ki, oteldə morning briefinglər zamanı, səhər iclasları zamanı hər zaman birinci bundan başlayırdıq ki, nə qədər xərcləmişik. Birinci başlayaq, nə qədər qazanmışıq, qıtlıq bilincindən çıxaq, nə qədər qazanmışıqla başlayaq və səhərləri daha enerjik və daha qazanca fokuslu dolu keçirək deyirəm. Növbəti Danışır Turizm podkastlarında hansı spikerlər qonaq kimi dəvət etməyimi istəyirsiniz? Rəylərdə qeyd edin. Mövzu ilə bağlı isə suallarınız və yaxud da maraqlı təklifləriniz varsa, sizin də bizim danışdığımız qədər maraqlı кейsləriniz varsa paylaşmanızı istəyəcəm. Hələlik növbəti Danışır Turizm podkastlarında görüşənə qədər.